Axşamınız xeyir olsun. Aktual gündəmi izləyirsiniz. Amerika Birləşmiş Ştatları və İran arasında bir razılaşma əldə olundu. Hələlik razılaşma sənədinə tərəflər imza atmayıblar. Məlumatlara görə 19 iyun tarixində tərəflər İsveçrədə anlaşmaya imza atacaqlar. Orada da bir razılaşma ətrafında müzakirələr aparılacaq, görüşlər keçiriləcək. Lakin qeyd etməliyəm ki, Amerika Birləşmiş Ştatları bu razılaşmanı özünün qələbəsi kimi elan edir. Eləcə də İran tərəfi də bu razılaşmanı özünün qələbəsi kimi elan edir. Əslində isə bu tarixi razılaşma baş tutarsa qalib tərəf kim hesab oluna bilər? Bu axşam bu məsələlər ətrafında həm də müzakirə aparacağıq. Qeyd etməliyəm ki, razılaşmaya İsrailin qisas bəndi də salınmağa çalışılıb, lakin İran tərəfi bunu qəbul etməyib və İsrail də bildirir ki, Livanda əməliyyatları davam etdirəcək, elə Hizbullaha qarşı əməliyyatları da davam etdirməkdədir, zərbələr endirməkdədir Hizbullaha İsrail tərəfi. Doğrudur ki, İsrailin son zərbələrindən sonra Tehran bu zərbələrə cavab vermədi. Görünən budur ki, Tehran da qısa bir müddətdə razılaşmanın əldə olunmasını istəyir. Əgər Tehran razılaşmanın əldə olunmasını istəyirsə, demək ki, bu razılaşmada İranın maraqlarını özündə etibar edən bəndlər öz əksini tapıb və bəzi ekspertlər də deyir ki, Amerika Birləşmiş Ştatları əgər belə bir sənədə imza atırsa, bu deməkdir ki, həm də bu sənəddə Birləşmiş Ştatların maraqları da sözsüz ki, öz, belə deyək, əksini tapmaqdadır. İndi daha çox kimlərin, hansı tərəfin marağına xidmət edəcək bu razılaşma, ekspertlərimizlə bərabər bu suallara da cavab tapmağa çalışacağıq. Bu, təbii ki, ilkin bir razılaşma olacaq və bu ilkin razılaşmada qeyd olunur ki, Hörmüz boğazının açılması məsələləri prioritet məsələlərdən biri idi ki, Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trump da əmr verib ki, Hörmüz boğazı açılsın. Lakin Amerika Birləşmiş Ştatlarının müharibə naziri Pete Hegseth də onu diqqətə çatdırıb ki, bəli, Hörmüz boğazı Amerika Birləşmiş Ştatları tərəfindən açılacaq, amma Amerika Birləşmiş Ştatlarının bütün bu məsələlər, Hörmüz ətrafındakı proseslər Vaşinqtonun inisiatifindədir və Vaşinqton istədiyi vaxt boğazı bağlaya bilər. Başqa bir tərəfdən Abbas Araqçı İran Dövlət Televiziyasına bir açıqlama vermişdi ki, əslində bu ilkin razılaşma sənədində müvafiq bəndlər ora əlavə edilə də bilər, müəyyən bəndlər həmin razılaşma sənədindən çıxarıla da bilər. Bu, həmin bu sənədin, bu qeyd olunan məqamlar həm də nə qədər etibarlı o sənəd ola bilər bu sənəd, bu sualları da doğurur ki, vaxtı çox uzatmadan qonaqlarımızı diqqətinizə çatdırmaq istəyirəm və elə bu məsələlər ətrafında müzakirəmizi davam etdirək. Studiyamızın qonağı Əli Musa İbrahimov, politoloq, xoş gəlmisiniz. Eləcə də Həşim Səhrablı, beynəlxalq münasibətlər üzrə tədqiqatçı və bizə Türkiyədən qoşulub siyasi şərhçi Emre Diner. Axşamınız xeyir olsun Emre bəy. Teşekkürler. Size değerli konuklarınıza da iyi yayınlar diliyorum. Təşəkkür edirəm. Elə icazənizlə mən ilk sualı Əli Musa müəllimlə başlamaq istəyirəm. Əli Musa müəllim, bu böyük bir sülhə gedən yoldurmu, yoxsa müvəqqəti bir barışıqdırmı bu ilkin razılaşma sənədi? Əlbəttə ki, qabaqcadan demək mümkündürmü ki, bu böyük sülhə gedən yol olacaq, yoxsa ilkin razılaşma və sonradan pozula biləcək ilkin razılaşma olacaq. Bunu qabaqcadan demək mümkün deyil. Xüsusilə də ki, Donald Trump'ın çıxışlarını və onun bəyanatlarını diqqətlə nəzərə aldıqda, amma istənilən halda bu böyük addımdır, böyük işdir və ən azından 60 gün sülh olacaq. Tərəflər bir-birinə atəş açmayacaqlar və danışıqlar aparacaqlar. Təbii ki, danışıqların aparılması müharibənin aparılmasından daha yaxşıdır və bütün bu təzyiqlərin qarşısında bildiyimiz kimi Amerika Birləşmiş Ştatları təzyiqlər qarşısındaydı. Müharibəni dayandırsın, yaxud da ki, aparsın. İctimai fikir bir mənalı deyildi. Amerika Birləşmiş Ştatlarının özündə belə və eyni zamanda Amerika Birləşmiş Ştatlarının yaxın müttəfiqləri arasında müharibənin davam etdirilməsi və müharibənin
saxlanması, yəni zərbələrin davam etdirilməsi və saxlanması ətrafında çox ciddi müzakirələr aparılırdı və hər iki tərəfdən Amerika Birləşmiş Ştatları prezidentinə təzyiqlər olunurdu və əgər bu danışıqlar prosesi başlanırsa, yəni 60 günlük atəşkəsə razılıq verilibsə hər iki tərəflər, bu deməkdir ki, o müharibə istəyən tərəflər ciddi uğur qazana bilmədilər və mən hesab edirəm ki, bundan sonra məhz müharibənin qarşısının alınması və zərbələrin dayandırılması, eyni zamanda ortaq məxrəcin tapılması istiqamətində danışıqlar aparacaq. Bu eyni zamanda sevindiricidir və hesab edirəm ki, biz bundan sonra müharibənin davam etdirməsindən daha çox sülh haqqında danışa bilərik və məhz bu günləri atəşkəs əldə olunubsa, o sülh istəməyin nəticədir. Tərəflərin hər ikisi həqiqətən müharibədən yorulublar demək mümkün deyil. Müharibənin aparılmasının onlar üçün daha ciddi ziyan gətirəcəyinin fərqindədirlər və təbii ki, bu müharibədən ziyan çəkən İran deyil, bildiyimiz kimi İran həqiqətən çox ciddi təzyiqlərə, təsirlərə və dağıntılara məruz qaldı. Amma Amerika Birləşmiş Ştatları da bu digər formada müharibədən ziyan çəkdi. Əgər hərbi sahədə deyilsə, siyasi sahədə Amerika Birləşmiş Ştatlarının ziyan çəkməsi göz qabağındadır. Və mən hesab edirəm ki, bundan sonra Amerika Birləşmiş Ştatları bu vaxta qədər cəhd etdiyi qədər də bundan sonra da sülhün əldə olunmasına cəhd edəcək. Çünki Birləşmiş Ştatlar, üzr istəyirəm, siyasi cəhətdən qeyd etdiniz ki, zərərə uğrayıb. Nədir bu zərərlər? Əlbəttə ki, Amerika Birləşmiş Ştatlarının siyasi cəhətdən zərər çəkməsi bugün çox da qabarıq şəkildə görünə bilməsə də, amma hiss olunandır. Təbii ki, nədir? Bu onunla izah oluna bilər ki, müharibəyə qədər Hörmüz boğazı lazım olan səviyyədə fəaliyyət göstərirdi və Hörmüz boğazının məhz bağlanması və İranın Hörmüz boğazından keçən gəmilərə haqq qoyması məhz müharibədən sonra oldu və müharibə Amerika Birləşmiş Ştatları ilə region dövlətləri arasında münasibətləri öz tarazlığından çıxartdı. Bu da siyasi cəhətdən Amerika Birləşmiş Ştatlarına dəyən ziyan kimi qiymətləndirilə bilər. Çünki müharibəyə qədər, 79-cu ildən bu vaxta qədər Amerika Birləşmiş Ştatlarının yaxın şərq üzrə müttəfiqləri hesab edirdilər ki, Amerika Birləşmiş Ştatları məhz İran qarşısında onların təhlükəsini təmin edən yeganə qüvvədir. Amma müharibə nəyə göstərdi? Müharibə göstərdi ki, Amerika Birləşmiş Ştatları heç də lazım olan səviyyədə arxalana biləcək bir müttəfiq deyil. Yəni, müharibədə İranın bu ölkələri raket zərbələri, raket və dron zərbələrinə məruz qoyması və Amerika Birləşmiş Ştatlarının hətta bu ölkələrdə olan öz qüvvələrini lazım olan səviyyədə müdafiə edə bilməsi, qoruya bilməməsi nəyə göstərdi? Nəyə göstərdi ki, Amerika Birləşmiş Ştatları bundan sonra belə həmin ölkələri qoruya bilməyəcək, hərbi cəhətdən qoruya bilməyəcək və bütün bunlar hamısı eyni zamanda bildiyimiz kimi bu təkcə... Qoruya bilməyəcək, amma həmin o yaxın şərq ölkələri ilə elə müharibənin getdiyi vaxtda da Əli Musa müəllim müxtəlif müəyyən müqavilələr imzalayırdı Amerika Birləşmiş Ştatları. Hərbi dəstəklə bağlı. Amerika Birləşmiş Ştatları hərbi dəstəklə bağlı bu yaxın şərq ölkələri ilə ciddi müqavilələr milyardlıq müqavilələr. Mətbuatda da bu milyardlıq müqavilələr məhz bu müharibəyə qədər bağlamışdı. Milyardlıqla deyil, hətta milyardlardan da yuxarı trilyon, 1-2 trilyon dollarlıq müqavilələr məhz müharibəyə qədər olmuşdu bunlarla. Müharibə zamanı bu ölkələr Amerika Birləşmiş Ştatlarından müəyyən qədər uzaqlaşma xətti götürdülər. Onların Çinlə yaxınlaşması, onların Pakistanla yaxınlaşması, onların Türkiyə ilə yaxınlaşması, hətta yeni bir xəbər deyim, bəlkə də sizin də xəbəriniz var. Bu günləri Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri hətta İrana milyardlarla dollar pul təklif edirlər ki, onlar hücum etməsin. Diqqət yetirək buna. Yəni, həmin ölkələr Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri axtarışda idilər. Yəni, kənardan özlərinin təhlükəsini təmin etmək üçün qüvvələr və ölkələr axtarışında idilər və hətta Səudiyyə Ərəbistanı Pakistanla bu sahədə müqavilələr imzalandı və bugün Səudiyyə Ərəbistanında Pakistanın qoşunları və havada müdafiə sistemləri var. Amma bütün buna baxmayaraq və Birləşmiş Ərəb Əmirlikləri isə
bu istiqamətdə məhz öz təhlükəsini təmin etmək üçün İsrail ilə yaxınlaşdı və ciddi müqavilələr bağladı. Hətta Dəmir Qübbənin verilən məlumatlara görə Dəmir Qübbə bu günləri məhz Birləşmiş Ərəb Əmirliklərinin də hava məkanını qoruyur İran dronlarına. Amma bütün bunlara baxmayaraq, sanki bütün bunlar az imiş kimi indi çıxan informasiyalara görə həm Səudiyyə Ərəbistanı, həm də Birləşmiş Ərəb Əmirlikləri birbaşa İranla diyaloqa giriblər və hətta ona təklif ediblər. Pul təklif ediblər ki, milyardlarla dollar. Söhbət 10 milyard, 12 milyarddan gedir. Dollar pul vəd ediblər. Hətta müəyyən hissəsini 3 milyard dollarına qədəri ona veriblər. Artıq tranş asılıyor və bütün bunlar söz yox ki, bunların hamısına... Sizcə bu qərarı həmin körfəz dövlətləri müstəqil olaraq alıblar, yoxsa Birləşmiş Ştatlarla razılaşdırıblar? Yox, heç şübhəsiz ki, Birləşmiş Ştatlar heç bir halda razı ola bilməzdi ki, məhz körfəz ölkələri Amerika Birləşmiş Ştatlarından başqa qeyri-dövlətlərlə bu istiqamətdə müqavilələr bağlasın, yaxud da ki, Amerika Birləşmiş Ştatlarına istiqamətlənən, yönələn, getməli olan pullar digər istiqamətlərə xərclənsin, İrana verilsin, yaxud da ki, İsrailə verilsin. Hətta məndə olan məlumatlara görə Amerika Birləşmiş Ştatları məhz İsrail Birləşmiş Ərəb Əmirlikləri yaxınlaşmasına görə də İsrailə ciddi tənə vurub və töhmət vurub və İsrail Birləşmiş Ərəb Əmirlikləri münasibətlərinin yaxınlaşması bugün məhz İsrail-Amerika Birləşmiş Ştatları münasibətlərinin kəskinləşməsinə, qarşı durmasına gətirib çıxarıb. Yəni, bu vaxta qədər Amerika Birləşmiş Ştatları yaxın şərq ölkələrinin yalnız və tək sahibi kimi də demək olar, qoruyan bir dövlət idi. Amma müharibə nəyə göstərdi? Müharibə onu göstərdi ki, Amerika Birləşmiş Ştatları məhz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək, təhlükəsizlik sahəsində üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyi sadəcə bacarmır və bacarmadı. Və məhz buna görə də heç şübhəsiz mütəxəssislər bu məsələdə də iki yerə bölünüblər. Müəyyən qrup mütəxəssislər hesab edirlər ki, yox. Elə bu müharibə gələcəkdə Amerika Birləşmiş Ştatlarının regionda daha da güclənməsinə səbəb olacaq. Amma mən əks qütbün fikirləri ilə razılaşam. Yəni, hesab edirəm ki, müharibədən sonra Amerika Birləşmiş Ştatlarının ətrafından bu güclərin, yaxud da ki, bu dövlətlərin müəyyən qədər uzaqlaşmasının şahidi olacaq. Və bunun işarəçisi indi də məlumdur və mən qeyd etdim ki, Səudiyyə Ərəbistanı ilə məhz Pakistanın hərbi sahədə pakt imzalaması və bugün Pakistanın silahlı qüvvələrinin Səudiyyə Ərəbistanın məkanını qoruması eyni zamanda bununla da bitməyib. Hətta gələcəkdə Pakistanın 80 minlik bir qoşununun Səudiyyə Ərəbistanında yerləşdirilməsi bu ilkin addımdır və digər ölkələr də bu istiqamətdə addımlar atacaqlar. Hətta Səudiyyə Ərəbistanı, Qətər, Türkiyə, Pakistan dördlüyünün yaranması istiqamətində söhbətlər gedir. Biz bu məqamlara gələcək. Əli Musa müəllim, mən Həşim bəydən də soruşmaq istəyirəm. Əslində Əli Musa müəllim bir məqama xüsusi diqqət çəkdi ki, iki qütb var. Biri hesab edir ki, Amerika Birləşmiş Ştatları bu savaşdan qazançlı çıxdı, üstün çıxdı. Başqa bir tərəf isə hesab edir ki, Amerika Birləşmiş Ştatları yaxın şərqi itirərək bu savaşdan çıxdı. Siz istəyərdim ki, əks qütbün hansı arqumentlər gətirərək Amerika Birləşmiş Ştatlarının bu savaşdan üstün çıxdığını hesab etməsinə dair fikirlərini bizlə bölüşəsiz. Çünki digər arqumentləri Əli Musa müəllim onsuz da diqqətimizə çatdırdı. Bəli, məmnuniyyətlə. Deməli, Amerika Birləşmiş Ştatlarının bundan sonra yaxın şərq siyasətində qazanclı çıxması və yaxud da yenidən bölgəyə gəlib, ən azından 2003 hadisələrindəki qədər təsirli bir şəkildə söz sahibi olması real görünmür. Bunun bir neçə səbəbi var. Biraz sonra onları da sadalayacağım. Amma bugün etibarilə niyə Amerika Birləşmiş Ştatları məğlub deməyək, amma ən azından qələbə qazanmış da sayılmaz. Çünki müharibədən əvvəl, bu 40 günlük əməliyyatlardan əvvəl Amerika Birləşmiş Ştatlarının elan etdiyi bəlli məqsədləri var idi. Biz İranla münaqişəyə daxil olduq. Çünki birincisi İranın nüvə proqramını tamamilə məhv eləyəcəyik və hətta belə bir maddə gəzirdi ortada ki, İranın zənginləşdirilmiş o 400 kiloqrama yaxın nüvə potensialı da Amerika Birləşmiş Ştatlarına köçürüləcək. Bu barədə ümumiyyətlə bu imzalanması planlaşdırılan müqavilədə danışılmır. Nəinki danışılmır, hətta İran rəsmiləri açıqladılar ki, bizim
bugünə qədər zənginləşdirdiyimiz uran ehtiyatları İran sərhədlərində qalacaq. Digər məsələlərə də, yəni uranla bağlı məsələlərə də biz dinc zənginləşdirmə kursumuzdan imtina etməyərək nüvə silahı əldə etməmək şərti ilə davam eləyəcəyik və 60 gün ərzində, növbəti 60 gün ərzində bunun detallarını Amerika tərəfi ilə tam şəkildə işləyəcəyik. Yəni, Amerika Birləşmiş Ştatları bu məqsədinə faktiki olaraq çatmamış oldu. İkincisi, rejimin devrilməsi məsələsi. Hələ ali dini lider Əli Xamneyi vurulanda Amerika tərəfi elan etdi ki, biz ali dini lideri zərərsizləşdirdik. Bu o deməkdir ki, artıq rejimi dəyişmək yolunda uğurlu nəticə əldə etmişik və rejim faktiki parçalanıb, bölünüb, idarə etmə nəzarətdən çıxıb. Bu da o deməkdir ki, İranda rejimin sonudur. Amma sonraki mərhələlərdə biz nə ilə qarşılaşdıq? İranda istər Sepah mərkəzli, istər ali dini lider mərkəzli, istərsə də prezident mərkəzli idarə etmə funksiyaları özlərini topladılar. Yeni ali dini lider seçildi. Bu da yad bir isim, soy isim deyildi. Elə Əli Xamneyinin oğlunu yenidən ali dini lider vəzifəsinə təyin etdilər və beləcə bir növdə İranda rejimin sarsılması və ya tamamilə devrilməsi təhlükəsini aradan qaldırdılar. Amerika Birləşmiş Ştatları əslində Trumpın iddialarına baxmayaraq bu məqsədinə də çatmış sayılmazdı. Digər bir məsələ Hörmüz məsələsi. Amerika Birləşmiş Ştatları bugün bu əldə olunacaq razılaşmada Hörmüzün açılmasından danışır, amma heç toxunmurlar ki, əgər münaqişə başlamasaydı, onsuz da Hörmüz ətrafında bir problem yox idi. İran tərəfi Hörmüzü bağlamamışdı. Hörmüzdən bütün ticarət gəmiləri, sivil məqsədli bütün ticarət və qeyri-kommersiya məqsədi daşıyan gəmilər, hərbi gəmilər istisna olmaqla rahat şəkildə gedirdilər, gəlirdilər, vergi ödəmirdilər. Onların fəaliyyətinə beynəlxalq sular olduğu üçün heç bir məhdudiyyət qoyulmamışdı. Sadəcə bu məhdudiyyətlər nə zaman qoyuldu? Müharibə başlayanda, yəni Amerika İrana zərbələr vurmağa başlayandan sonra. Yəni səbəb Birləşmiş Ştatlar oldu. Bəli, əslində yəni Amerika Birləşmiş Ştatlarının zərbələrindən sonra Hörmüz boğazı bağlanmışdı və bugün onun açılması da hələ sual altında. Necə sual altındadır? Amerika Birləşmiş Ştatları rəsmiləri elan edirlər ki, biz nəticə əldə etmişik, Hörmüz əvvəlki qaydada işləyəcək. Amma İran rəsmiləri də açıq-aşkar açıqlama verirlər ki, bəli, Hörmüz beynəlxalq sular olduğu üçün, beynəlxalq su təyinatlı yol olduğu üçün vergi alınmayacaq. Amma biz Omanla birlikdə yeni mexanizm işləyəcəyik. Sığorta haqqı, transport haqqları. Yəni fərqli formatlarda necəsə, yəni xidmət haqqı kimi deyək və ya indi onlar onun necə işləyəcəklərsə biz bunu bugün deyə bilmərik. Bir xidmət haqqı alınacaq. Bu da o deməkdir ki, əslində yəni bu əməliyyatlar başlamasa, oradan keçən ticarət və qeyri-ticarət məqsədli gəmilər heç bu xərcləri də əlavə götürməyəcəklər. İndi bəlkə bu 60 gün ərzində Amerika Birləşmiş Ştatları İran rəsmilərinin bu fikrindən döndərə bilərlər. Amma bugün üçün əldə olunan nəticə onu deməyə imkan verir ki, əslində Hörmüz boğazı ətrafında da məsələ hələ tam razılaşdırılmayıb. Heç nüvə məsələsində də hələ biz tam razılıqdan danışa bilmərik. Çünki 60 gün sonra... Onda bu ilkin razılaşma nəyə xidmət edir? İlkin razılaşma bugün bütün dünyaya, eləcə də İrana və Amerika tərəflərinə nəyə qazandırdı? Faktiki isti əməliyyatlar dayandırılacaq. Tərəflər 60 gün müddətinə ilkin danışıqlara başlayacaqlar və mən güman edirəm ki, bu danışıqların müddəti uzanacaq. Çünki 60 gün ərzində tərəflərin o maksimalist məqsədləri o qədər ziddiyyətlidir ki, onun həllini tapmaq qeyri-mümkün görünür. Məhz bu 60 gün ərzində ən azından neft qiymətləri düşəcək, ticarət yolları pis yaxşı Hörmüz üzərindən öz işlək funksiyasını geri qaytaracaq. Dünya iqtisadiyyatı enerji böhranından ən azından 2 ay müddətində qurtulacaq. Müəyyən qədər rahat nəfəs alacaq. Qiymət bahalaşması 60 gün ərzində dayanacaq. 60 günün sonunda tərəflər yenidən razılaşa bilərlərsə, yəni sülh artıq imzalanarsa, o halda bu imkan verəcək ki, dünya iqtisadiyyatı üçün yeni bir imkanlar doğsun. Məsələn, Asiya Fond birjasında bugün qiymət artımı ilə biz qarşılaşdıq. Bu qiymət artımı nədən doğurdu? Dünənki razılaşma elan olunandan sonra neft qiymətləri hər kəsin bildiyi kimi sürətli şəkildə enməyə başladı.
Asiya fond bazarı da neft qiymətlərinə uyğun tənzimlənir. Bir neçə faktor var orada, amma əsası elə neft qiymətləridir, enerji qiymətləridir. Niyə görə? Çünki Asiya fond bazarını formalaşdıran əsas iqtisadiyyatlardan biri olan Çin iqtisadiyyatı neftə bağlı ölkədir. Yəni nefti xaricdən tranzit olaraq idxal etdiyi üçün o bazarların işləməsi də, şirkətlərin qiymət qoyuluşu da məhz neft qiymətlərinə uyğun formalaşır. İndi neftin qiyməti düşəndə təbii ki, həmin şirkətlərin hissələri də artım göstərməyə başlayır. Niyə görə? Çünki onlar artıq rahat ticarət eləyəcəklər, dünya bazarlarına daha ucuz və daha keyfiyyətli məhsul çıxara biləcəklər və verilən sifarişləri də vaxtında çatdıra biləcəklər. Çünki həm tranzit yollar açıq olacaq, həm də onların neft ehtiyatları əldə etmələri imkan verəcək ki, o sifarişləri vaxtında istehsal edib çatdıra bilsinlər. Yəni bu 60 gün atəşkəs ki var önümüzdəki ilkin razılaşma sadəcə bunlara xidmət elədi. Ancaq İran və ABŞ arasındakı əsas problemli, ziddiyyətli məsələlər hələ də həllini tapmır. Biz o məsələlərə də gələcəyik. Mən istəyirəm Əmrə bəydən də soruşaq, əgər bizi eşidirsə. Əmrə bəy, Əli Musa müəllim də, Həşim müəllim də əslində bir sıra məqamlara toxundular ilkin razılaşma ilə bağlı. Hələ bir çox məqamlar da qalıb, onlar ətrafında da şərh verəcəyik, aydınlıq gətirəcəyik. Biz indi qısa bir reklam fasiləsinə ayrılaq, daha sonra mən sualımı sizə ünvanlayacağım. Bugün sabah deyərək çox zaman itirirsən. Doğru qərarlar isə gözləmir. Park Yasamalda tikintisi davam edən mənzillər elə bugün daha sərfəli şərtlərdədir. Göl mənzərəsi, geniş yaşıllıq və inkişaf edən ərazi bu seçimi həm yaşayış, həm də investisiya üçün daha uyğun edir. 2 otaqlıdan 4 otaqlıya qədər fərqli sahələrdə tikintisi davam edən mənzillər Park Yasamalda səni gözləyir. Bu dəfə mənzil planını təxirə salma. Ətraflı məlumat üçün Ulduz 1544-ə zəng et. Ənənə nəsildən nəslə ötürülən bir hədiyyədir və hər yeni nəsil ona yeni nəfəs verir. Yeni bir səhifə, cəsarətli bir dönüş, daha parlaq bir rəng, özünə məxsus bir dad. Köhnə məhz belə yenilənir. Mədəniyyət məhz belə yaşayır. Azərbaycan ruhundan ilhamlanan bir mix. Bayğırdalan. Ənənə Nemix'dəndir. Abşeron Mall'da Shopping Fest loteriyası başladı. Alışveriş et. Dipal S09 qazanmaq şansı əldə et. 3 ədəd Sharm el Sheikh tur paketi, iPhone, iPad, skuter və digər hədiyyələr səni gözləyir. 30 sentyabradək hər 50 manat alışverişə bir bilet qazan. Daha çox bilet, daha çox şans. Abşeron Mall'a gəl. Shopping Fest'də qalib ol. Ənənə nəsildən nəslə ötürülən bir hədiyyədir və hər yeni nəsil ona yeni nəfəs verir. Yeni bir səhifə, cəsarətli bir dönüş, daha parlaq bir rəng, özünə məxsus bir dad. Köhnə məhz belə yenilənir. Mədəniyyət məhz belə yaşayır. Azərbaycan ruhundan ilhamlanan bir mix. Bayğırdalan. Ənənə Nemix'dəndir. Karega çağırışı. Karega gün ərzində sizə hansı dəyişiklikləri gətirə bilər? Səhər yeməyindən nahara və şam yeməyinə qədər. Karega güclü fiksasiyanı təmin edir, diş ətinin qıcıqlanmasına səbəb olan qida qalıqlarından qoruyur və rahatlıq bəxş edir. Xiyaralan Weiss Beer Style. Xırdalandan yenili, süzülməmiş buğda növlü pivə Alman tərzində. Sehr gut. Azərbaycanda hazırlanıb. Xırdalan Weiss Beer Style, Alman tərzində pivə.
Bu dəfə gələn qonaq deyil, mənzil sahibi olmağın üçün bir fürsətdir. City Garden Nərimanovda 58 kvadrat metrdən 170 kvadrat metrə qədər 2 otaq studiya, 3 və 4 otaqlı seçimlərlə tam təmirli hazır mənzillər satışdadır. 17 hektardan çox yaşıllıq, istirahət və idman zonaları ilə burada həyat şəhərin içində, amma onun səs-küyündən uzaqdadır. 30% ilkin ödəniş və 20 illik ipoteka imkanı ilə özün üçün ən yaxşısını seç. Ətraflı Ulduz 1544. Ənənə nəsildən nəslə ötürülən bir hədiyyədir. Və hər yeni nəsil ona yeni nəfəs verir. Yeni bir səhifə. Cəsarətli bir dönüş. Daha parlaq bir rəng. Özünə məxsus bir dad. Köhnə məhz belə yenilənir. Mədəniyyət məhz belə yaşayır. Azərbaycan ruhundan ilhamlanan bir mix. Bayğırdalan. Ənənə Nemix'dəndir. Təravətli saç dibləri. Saç boyu nəmlənmə. Elsef Yalron Balans. Tərkibindəki salisil turşusu diblərdə yağlılığa qarşıdır. Yalron turşusu isə saç boyunca nəmləndirir. Təravət və nəmləndirmə 72 saatadək. Elsef Yalron Balans ilə. Yenilənmiş L'Oreal Paris Elsef'i kəşf edin. 72 saat təravət, yeni dizayn. Ənənə nəsildən nəslə ötürülən bir hədiyyədir. Və hər yeni nəsil ona yeni nəfəs verir. Yeni bir səhifə. Cəsarətli bir dönüş. Daha parlaq bir rəng. Özünə məxsus bir dad. Köhnə məhz belə yenilənir. Mədəniyyət məhz belə yaşayır. Azərbaycan ruhundan ilhamlanan bir mix. Bayğırdalan. Ənənə Nemix'dəndir. Alergiya sizi narahat edir? Otrivin 2 dəqiqəyə burun açır, 12 saata qədər təsir edir. Otrivinlə rahat nəfəs alın. Oh, Xyaralan Weissbier Style. Xırdalandan yenilik, süzülməmiş buğdan övlü pivə Alman tərzində. Sehr gut. Azərbaycanda hazırlanıb. Xırdalan Weissbier Style, Alman tərzində pivə. Davam edirik biz. Elə Əmrə bəyə sualı ünvanlamaq istəyirdim. Əmrə bəy, Əli-Musa müəllim də, Həşim müəllim də əslində diqqətimizə çatdırdılar ki, bu əldə olunan ilkin razılaşma İranın xeyrinədir, İranın faydasınadır və əslində elə İranın qalibiyyəti deməkdir. Mən bir sual maraqlandırdı, hər iki ekspert də bu məsələyə toxunanda. İranda xalq etirazları baş qaldırmışdı və xalq Abbas Araqçıya, Məhəmməd Qalibova ölüm çağırışları edirdilər. Niyə? Çünki onlar Amerika Birləşmiş Ştatları ilə hər hansı bir razılaşmaya gedən tərəflərdir deyə xalq bu iki siyasətçini ittiham edirdi. Əgər bu ilkin razılaşma İranın faydasınadırsa, niyə xalq etiraz edirdi? Evet, çok güzel bir soru. Öncelikle Ali Musa Bey ve Haşim Bey'in görüşlerine ben de katılıyorum. Sorduğunuz soruya şu cevabı, daha doğrusu şu hatırlatmayı yaparak ifade etmekte yarar var. Hatırlarsanız Nisan ayında ateşkes görüşmelerinin başladıkları zamanda özellikle devrim muhafızlarının olaya, yani sürece dahil olduğu bir zaman diliminden geçildi. Hatta İran'da bazı haber portallarında özellikle devrim muhafızlarının söz konusu anlaşmayı istemediğini, bununla birlikte bu konuya Rusya ile birlikte ortak bir karar alarak Amerika Birleşik Devletleri ve İran arasındaki müzakereleri erteleme veya öteleme tarzında Rusya ile birlikte çalıştığı iddiaları vardı devrim muhafızları. Bu oldukça önemli bir iddiaydı açıkçası. Ve akabinde her ne olduysa daha sonra bu haber portalları tek tek söz konusu analiz ve haberler içeriye kapatıldı. Şimdi burada özellikle devrim muhafızları
İran'ın işine gelmeyecek bir anlaşmayla birlikte aslında devrim muhafızları eğer bir anlaşma olursa kendilerini nerede konumlandıracaklar? Onun endişesi var. Maraqlı Çünkü məqama toxundunuz. İranın işinə yarayan bir razılaşmadır, amma Sepahın işinə yaramır bu razılaşma, elə mi? evet, kesinlikle öyle. Kesinlikle öyle. Çünkü burada şimdi devrim muhafızları kendini konuşlandırabilecek, kendini konumlandırabilecek bir alana ihtiyacı var. Yani bir istikrarlı barış ortamı olduğu zaman biliyorsunuz İran'ın ordu yapısı devrim muhafızları var. İşte söz konusu Kassam Tugaylarına benzer yine farklı bir yapıda bir ordu düzeni var. Dolayısıyla bu ordu düzeninde burada aslında Rusya'nın devrim muhafızlarını kullanarak Amerika Birleşik Devletleri'nin bataklıkta kalmasını istiyor. Yani orada bir nihai anlaşma istemiyor. Çünkü Rusya-Ukrayna Savaşı ile birlikte Ukrayna intikamını Putin unutmadı. O kart bir köşede duruyor. Nasıl Rusya-Ukrayna Savaşı'nda siz beni burada hapsettiniz, burada yıpratma savaşı sürdürdünüz. Ben de aynı keza bunu Müşteba Hamene'yi Rusya'da ve ben onu şu anda kontrol ederek, daha doğrusu onun adına fetva vererek ben burada devrim muhafızlarını her türlü fırsatta İran'a karşı, yani söz konusu şu anda rejime karşı kullanabilirim tarzında bir politika uyguluyor. Ki bu çok mantıksız bir politika değil aslında. Genel çerçeveye bakıldığı zaman burada Rusya'nın amacı Amerika Birleşik Devletleri'nin Orta Doğu'da hem nüfuzunu kaybetmek hem de bu bataklıkta uzun süreli kalmak. Şimdi bu aslında sadece Rusya'nın işine değil, aslında bir noktada Çin'in de işine yarıyor. Çünkü Orta Doğu'da bataklığa saplanmış bir Amerika Birleşik Devletleri Çin için muazzam bir tablo, muazzam bir ortam. Çünkü İran Savaşı'nda Çin her türlü yüksek teknoloji cihazlarını denedi. Amerika Birleşik Devletleri'nin manevra alanını öğrendi, tespit etti. Hatta Pekin'de bir laboratuvar kuruldu, istihbarat laboratuvarı. Yani nereden müdahale ediyor, hava manevraları nasıl, hangi yüksek teknolojiyle hangi bölgeleri ne sıklıkla vuruyor tarzında bir istihbarat çalışması yapıldı Çin tarafından. Dolayısıyla bunları da test etti. Bunların dışında test ettiği bir başka ölçüde şu, en önemlisi belki de Amerika Birleşik Devletleri'nin gücünün sınırının nereye kadar uzandığını Çin çok net bir şekilde tespit etti. Yani buradaki savaşla birlikte. Bu Çinin gözünü, Amerika Birləşmiş Ştatlarının sərhədlərini öyrənmək Pekinin gözünü qorxutdu mu, yoksa Pekin'i daha da gücləndirmiş oldu? Bence Pekin'i daha çok güçlendirdi Arzu Hanım. Çünkü güçlendirmeseydi özellikle Çin lideri Xi Trump ziyaretinde kendinin üstün olduğunu birkaç kere hem sözlü hem de fiziksel olarak bunu kamuoyuna gösterdi. Yani demek ki Çin yapmış olduğu tüm analizleri veri tabanında tutarak şu anda önümüzdeki süreçte eğer Pasifik'te veya herhangi bir noktada Çin'le rekabette karşı karşıya gelinebilecek bir noktada nasıl hareket edebileceğini çok iyi kavradı. Dolayısıyla sessiz kalmasının da en büyük sebeplerinden bir tanesi bu. Yani Amerika Birleşik Devletleri ne yapabilecek? Amerika Birleşik Devletleri yani Washington'ın güç sınırları nereye kadar uzanıyor? Bu güç sınırı uzandığı takdirde Çin'le bir çatışmada hangi manevralar Pekin yönetimi tarafından yapılabilir? Tam yaklaşık 115-120 günden bu yana Çin bunu çok vahim bir şekilde, çok ince bir çizgiyle takip etmiş oldu. Amma bir məqam var Əmrə bəy. Amerika Birləşmiş Ştatları Hörmüz boğazında bir dəniz blokadası tətbiq elədi ki, İranın tətbiq elədiyi blokadanın üzərinə bir blokada və bu da oradan Çin gəmilərinin keçidi üçün ciddi bir maneə idi. Bu mənada nə qədər hesab edə bilərik ki, Çin Birləşmiş Ştatlardan özünü daha üstün, daha güclü hesab etmə qənaətinə gəldi bu savaşda? Şimdi elbette şöyle söyleyelim Arzu Hanım, değerli konuklarınız da hak verecektir. Şimdi küresel anlamda iki tane rekabet eden bir ülkeden bahsediyoruz. Bir tarafta Amerika Birleşik Devletleri, diğer tarafta Çin. Dolayısıyla bunlar sadece savaş anlamında, askeri anlamda veya teknoloji anlamında, yani savunma sanayi anlamında rekabet etmiyor. Bunlar aynı zamanda hem istihbarat alanında hem de askeri unsurlarda yeni teknoloji ve yeni yazılım noktalarında bir rekabet halinde. İşte yeni teknolojiyle ilgili bütün araç ve gereçlerde Çin'in daha öne geçmesi için Tayvan'a ihtiyacı var. Tayvan'a sadece stratejik açıdan önemli değil Çin için.
orada üretilen bataryalar, orada üretilen çipler Amerika Birleşik Devletleri'nin halihazırda karşı çıktığı, Trump'ın karşı çıktığı ama Çin'in muazzam bir şekilde ihtiyaç duyduğu Tayvan'ın aslında teknolojik boyutunda ne kadar önemli olduğunu bir kez daha tüm dünya genelinde gözler önüne sermiştir. Bu bataryaların kullanımları, nikel, kobalt gibi biliyorsunuz üretilen elementler var doğada. Dolayısıyla Tayvan'da da bu konuda çok yetenekli bir ekiplerin olduğu da farkında Çin. İşte Çin sadece Tayvan'ın stratejik açıdan değil, sizin az önce ifade ettiğiniz denizaltı konusunda da daha iyi ileri teknoloji üretmesi için Tayvan'daki çip pazarına, çip üretimine ihtiyacı var. Dolayısıyla onun için Amerika Birleşik Devletleri Başkanı Donald Trump'ın Çin ziyaretinde İran ikinci plana kaldı. Bu çok net. İran ikinci plandaydı, Tayvan birinci sıradaydı ve Tayvan'da ne kadar fazla pozu eline alırsa Çin o kadar rahatlayacağını hissetti. Bunun da temel sebebi Tayvan'ı tamam bir noktada kültürel ortakları var ama aslında en büyük argümanı, en büyük stratejisi Çin'in Tayvan'ı alarak dünya genelinde hem özellikle çip üretiminde hem de Amerika Birleşik Devletleri'nin ulaşamayacağı, yapamayacağı teknolojiyle yine 1-0 önde olma stratejisi. Onun için Tayvan'ı da her fırsatta Trump'ın karşısına büyük bir poz olarak koydu. Şimdi tekrardan gelecek olursak özellikle Amerika Birleşik Devletleri'nin kazancı var mı? Amerika Birleşik Devletleri şu anda en büyük kaybedenler kulübünün başında yer alan ülkeler arasında. Birincisi, bakalım İran 28 Şubat'ta ne diyordu? Biz devireceğiz dedi. Rejim daha çok güçlendi. Bu aşikar. Hem iç kamuoyunda daha güçlendi hem uluslararası arenada Hürmüz Boğazı ile birlikte İran artık etki alanında daha çok güçlendi. Biz rejim deyəndə kimi başa düşməliyik? Sepahı mı, yoxsa Abbas Araqçı, Məsud Pezeşkiyan, Məhəmməd Qalibov qanadını mı? Şimdi şöyle söyleyelim. Devrim muhafızları ile Araqçı arasında yani normal rejim hem siyasi hem askeri anlamda çok net bir rekabet var. Bunu çok net bir şekilde görüyoruz. Az önce ifade ettiğim nokta buydu. Yani burada bir güç mücadelesi var. Amerika Birleşik Devletleri Başkanı Trump aslında bunu çok sıklıkla dile getirdi. Orada iyiler var. Biz iyilerle anlaşma yapacağız. Kötülerle herhangi bir muhataplığımız yok dedi. Aslında kötüler dediği devrim muhafızlarını kastetti. Baxın, elə bu məqamı demək istəyirəm. Əslində sülh qanadı ilə bir razılaşma əldə edir Amerika Birləşmiş Ştatları. Bu mənada nə qədər hesab edə bilərik ki, İranda Birləşmiş Ştatların bu razılaşmaya getməsi yaxud da Birləşmiş Ştatların İrana hücum etməsi rejimi gücləndirdi. Axı rejimlə danışıqlar aparmır Birləşmiş Ştatlar. Şimdi şöyle, bakın arka diplomasisi diye bir olay var. Bunu o şekilde yapmış olabilir. Yani bir Amerika Birleşik Devletleri ile rejimi devam edelim, biz devam edelim, bizimle devam edelim diye bir pazarlık yapmış olabilir. Şimdi ben size başka bir örnek vereceğim. Amerika Birleşik Devletleri ile İsrail arasında özellikle çok korkunç iddialar var. Ben eski İsrail'in başkonsolosu, Amerika Birleşik Devletleri konsolosuyla kısa bir röportaj yaptım. Oraya da sordum. Neden dedim İsrail ile Amerika Birleşik Devletleri arasında bir gerilim, bir gerginlik olduğunu sorduk. Şimdi iki ülkenin çıkarları farklı. Amerika'nın çıkarları farklı, İsrail'in çıkarları farklı. İran'ın da kendine göre dinamikleri var. Şimdi Amerika Birleşik Devletleri Başkanı Donald Trump Orta Doğu'ya saplandığını ve nüfus kaybettiğini anladı. Bu aynı zamanda iç kamuoyunda kaybetmesine de sebep oluyor. Şu anda yüksek enflasyon artı akaryakıttaki fiyatların uçması gibi biliyorsunuz seçime girecek, ara seçime girecek. Trump bir zafere ihtiyacı var. Dolayısıyla burada bir şekilde anlaşmayla çıkmak istiyor. Ama İsrail noktası var. Çünkü İsrail'de savaşın bitmesini istemiyor. Netanyahu Ekim ayında savaşa girecek. Çünkü elinde argüman kalmayacak İsrail. Yani bir Orta Doğu'da barış olursa biliyorsunuz kim ne derse desin İsrail ile İran karşılıklı birbirinin gerilimiyle beslenen iç kamuoyunda iki tane figür, iki tane ülke. Dolayısıyla şimdi Netanyahu açısından bakıldığı zaman böyle bir risk ortadan kalkarsa iç kamuoyunda seçim kaybedebilir. Bunu da göze alamaz çünkü yolsuzluk davaları vesaire davaları. Onun için barışı istemiyor. Yani herhangi bir anlaşma istemiyor. Şimdi bu Əmrə bəy, prosesi hara sürükləyəcək? Bu suala əlbəttə sizin cavab verməyinizi istəyəcəm. Mən sizə geri dönəcəm. Əli Musa müəllimdən dəqiqləşdirmək istəyirəm bir məqamı. Rejimi zəiflətdimi?
Birləşmiş Ştatların İrana hücum etməsi. Çünki Birləşmiş Ştatların masaya oturduğu tərəf rejim deyil. Qalibafdır, Abbas Araqçıdır və qeyd olunur ki, onlar Sepahdan ayrılır. Mən rejim deyərkən Sepah qəsd edirəm əslində. Onlar sülh qanadıdır, Sepah isə savaş qanadıdır. Amma mən sizin kimi düşünmürəm və mən düşünmürəm ki, artıq İranda bu iki cəbhə var, bir-birindən ayrılır. Bu mümkün deyil. Və Əmrə bəy dedi ki, Sepah ayrılıb və Sepahın istəmədiyi müqavilədir. Amma bu mümkün deyil ki, Sepahın istəmədiyi Sepah nə istəmir? Demək, Birləşmiş Ştatların maraqlarına xidmət edir bu müqavilə. Axı, mən düşünmürəm ki, Sepah bunu istəmir. Mən düşünürəm ki, Sepah da istəyir və Sepahla İrandakı elə bütün qüvvələr birləşiblər bu müqavilə istəməklə. Amma Əhməd Vahidi bildirdi ki, müəyyən bəndlərlə razılaşmır. Düzdür, indi biz bilmirik o hansı bəndlərdir, razılaşma ilə bağlı. Nə vaxt bildirdi və razılaşmırlar və bu deməkdir ki, razılaşmayacaqlar, ya bu deməkdir ki, bu dəqiqə müqavilə imzalanır və onlar da razılaşmırlar. Bunun söhbət nədən gedir? Bunun söhbət bir masaya oturmaqdan və atəşkəsi 60 gün uzatmaqdan gedir söhbət. Bugün heç kim demir ki, onların arasında olan bütün məsələlər müzakirə olunub və razılaşdırılıb. Əgər elə olsaydı və bu danışıqlar sürəci nəyə lazımdır 60 günə? Elə olsaydı, əgər razılaşdırılsaydı, oturarlar və imzalayarlar və keçərlər. Və mən düşünmürəm ki, Sepah razı olmayan müqaviləyə məhz sizin dediyiniz, yaxud da bizim təqdim etdiyimiz digər qanat razı ola bilərdi. Niyə İranda xalq etirazları var idi o zaman? İranda xalq etirazları... Bildirdilər ki, Sepah təşkil edib o etirazları. İranda xalq etirazları müəyyən qüvvələr tərəfindən təşkil oluna bilərdi. Kimdir o müəyyən qüvvələr? O müəyyən qüvvələr elə Sepahın özü ilə razı olmayan qüvvələr demək, Sepahın razı olmadığı məqamlar var. Sepahın razı olmadığı məqamlar o demək deyil ki, onlar masaya oturmayacaqlar. Sepahın razı olmadığı məqamlar məhz danışıqlar prosesində həyata keçiriləcək və izləyəcək. Bunların bir-biri ilə razı olmadığı, Sepahın razı olmadığı məqamlar 60 gündən sonra yaxud da ki, danışıqlar prosesində müəyyən olacaq. Əgər həqiqətən Sepah razı olmadığı məqamlar varsa, onlar ya razılaşdırılacaq, ya da ki, yenidən danışıqlar prosesinə davam edəcək. Siz necə fikirləşirsiniz? Sepah ümumiyyətlə danışıqların bir hissəsidir. Mən əvvəlcə bir məsələyə aydınlıq gətirmək istəyərdim. Gəlin İrandakı rejimi vahid qəbul edək. Yəni İranda bir rejim var, iki rejim yoxdur. Sadəcə o rejim özünü qorumaq üçün hakimiyyət daxili güc bölgüsünü iki qanada bölüb. Prezident aparatı və bizim indi sözünü etdiyimiz Sepah qanadı. İndi burada məsələ nədən ibarətdir? Xatırlayırsınızsa, Məsud Pezeşkiyan özü də ifadə elədi ki, biz razılaşma mətnini hazırlayacağıq, hər şey tam şəkildə aydınlaşandan sonra bu ötürüləcək ali dini rəhbərə, o qəbul etsə qəbul olunacaq, o qəbul etməsə qəbul olunmayacaq. Deməli, rejim birdir və o rejimin başında ali dini lider dayanır. Amma biz Məsud Pezeşkiyanın Sepaha çağırışlarını da az etdirməmişik. Bəli, ora gəlirdim və bu çağırışlar da tərəflər arasında bəlli təzadın, ziddiyyətin, bölünmənin olduğunu göstərmirmi? İrandakı bölünmə rejim bölünməsi deyil. Hakimiyyət ki, iki qola ayrılır idarə etmə olaraq, bu bir növdə ali dini lider mərtəbəsini qorumaq üçün nəzərdə tutulub vaxt deyirkən ki, güc bölünür iki yerə, bu iki qrup bir-biri ilə mübarizə aparırlar və ikisinin də son sözü ali dini rəhbər deyil. Son yeri ali dini rəhbərdir və beləcə o həm özünü qoruyur, yəni o rejim bu şəkildə qorunur, həm də prezident aparatını təmsil edən o reformistlərlə ənənəvi konservativlər dediyimiz Sepah qanadı bir-birini daxildə nizamlayırlar. İndi Sepahın burada narazı olduğu Amerika ilə sülh bağlanmayaq məsələsi deyil. Sepah özü də sülh istəyir. Nəyə görə? Əli Xamneyini öldürübsə Amerika və ya İsrail kəşfiyyatı, deməli, Vahidin özü də təhlükədədir. O bunu yaxşı başa düşür. Sepah hansı şərtlərlə sülh istəyir? Sepah istəyir ki, bu fürsət deyib, Sepahın səlahiyyətlərini və ya üst güc model olaraq özünü prezident aparatından daha yüksəkdə saxlasın. Yəni, Amerika və İsrail prezident aparatı ilə deyil, Sepahla hesablaşsın. Bu rejim bölünməsi deyil. Bu təminatı ABŞ mi verəcək Sepaha? Onlar bunu əldə etməyə. Bax, onların narazılıq elədikləri əslində təməl prinsiplər hamısı ali dini lider aparatının onsuz da etiraz elədiyi məsələlərdir. Uranın çıxarılması və ya İranın o uran zənginləşdirmə siyasəti ilə bağlı müddəa. Buna Sepah da narazıdır, prezident aparatı da narazıdır. Elə ali dini liderin
özü və onun aparatı da narazıdır. Əslində, hər üç tərəf buna narazıdırlar. Sadəcə Sepah bunları bir bəhanə olaraq ön plana daşıyır və... Yox, bu bəhanədirmi, təminat istəməkdirmi, təhlükəsizlik təminatı istəməsidirmi Sepahın? Sepahın özünü tərəf kimi qəbul etdirməcəkdir. Yəni, Sepah əsas buna çalışır. çalışır. Sepahın əsas məqsəd nə idi? Bildiyimiz kimi, müharibə başlamamışdan əvvəl həm Amerika Birləşmiş Ştatları, həm də ki, İsrailin əsas məqsədlərindən biri Sepahın darmadağın olunması idi. Onlar hesab edirdilər ki, Sepah nə qədər hakimiyyətdədir, nə qədər qüvvədədir. Biz İranla nə müharibədə qalib gələcəyik, nə də ki, İranla danışıqlar apara bilməyəcəyik. Və Sepahın əldə etdiyi nəticə nə oldu? Bu günləri danışıqlar prosesində Sepah məsələsi yoxdur. Danışıqlar məsələsində 14 dənə maddə var. Bu maddələrin heç birində Sepahın ləğv olunması, Sepahın aradan qaldırılması məsələsi yoxdur. Terror təşkilatı kimi tanıyırlar mı? Dünyanın müxtəlif ölkələri Amerika Birləşmiş Ştatlarıdır. Amerika Birləşmiş Ştatları. Sepah uğur əldə elədi. Nailiyyət odur ki, onu bu günlər danışıqlar masasında Sepahın dağılması, aparılması yoxdur. Və Sepah bu qarşıya qoyulan 14 maddədən hansı ilə narazı ola bilərdi, hansı ilə razılaşmaya bilərdi. Və Sepahın dediyi deyilmi ki, uran İrandan çıxarılmayacaq. 450 kiloqramlıq uran İrandan çıxarılmayacaq. Uranın başına nə un gətirilsə də İranda gətiriləcək. Bu Sepahın istədiyi deyilmi ki, uranın zənginləşdirilməsi məsələsində yenə də İrana güzəşt olunacaq. İran uranı zənginləşdiriləcək. Yaxud da ki, digər bütün məsələləri götürdükdə elə bu Sepahın da istəməsi də. Yaxşı, bu 14 maddənin içində Sepah deyir ki, vahidi deyir ki, müəyyən maddələr biz razılaşmadığımız məqamlar var. Hansılardır bu məqamlar? Dursun desin ki, biz Hörmüzün açılmasına razı deyilik. Yaxud da ki, Hörmüzdən keçən gəmilərə pul qoyulmasının qarşısını almaq da Amerika Birləşmiş Ştatları razıdır. Yaxud da deyə bilər ki, biz uranın zənginləşdirilməsini azaldılmasını istəmirik. Amma Abbas Araqçı deyir ki, biz azaldacağıq. Yox, bu məsələdə bir mənalı şəkildə Amerika Birləşmiş Ştatlarının qırmızı xətti var. Amerika Birləşmiş Ştatlarının qırmızı xətti nədir? İranın nüvə proqramının qarşısına alınması. Yəni, İran... Aldı mı, almadı mı? Mən hesab edirəm ki, bilirsiniz necədir? Aldı mı, almadı mı? Əlbəttə ki, alır. Bu Birləşmiş Ştatların bir üstünlüyü kimi qəbul oluna bilirsiniz necədir? Bu Trump'ın dediyidir. Trump deyir ki, İran heç vaxt nüvə silahına çıxartmayacaq, nüvə silahı istehsal etməyəcək. Amma gəlin baxaq görə, İran nə vaxt deyir ki, mən nüvə silahı istəyirəm, nüvə silahını istehsal edəcəm, yaxud da ki, nüvə silahına çatmaq istəyirəm. Bəs 60% zənginləşdirmə? 60% zənginləşdirməsi məhz bu günləri, bugün üçün yaradılmışdır. O ki, bu günləri Amerika Birləşmiş Ştatları ilə məhz bu ticarət edə bilsin, yaxud da ki, danışıqlar prosesində əli yüksəkdə olsun. Axı, mən düşündüyüm qədər İran davamlı surətdə və həmişə masaya nəyə otururdu? Bizim nüvə silahı əldə etməyə məqsədimiz yoxdur. Hətta bizim dinimizdə nüvə silahını əldə etmək günahdır və ali dini rəhbərimiz, keçmiş ali dini rəhbərimizin fətvası var buna aid. Belə olan surətdə Trump nədən iddia edir ki, İran... Bəs niyə onda MAQATE yoxlamalar həyata keçirə bilmirdi İranda müstəqil? İran niyə buna icazə vermirdi? MAQATE yoxlamalar keçirə bilmirdi. Nə vaxt yoxlamalar keçirə bilmədi? Məhz 2018-ci ildən sonra. Axı 2018-ci ilə qədər Trump və yaxud da ki, Amerika Birləşmiş Ştatları həmin müqavilədən çıxana qədər MAQATE gəlirdi və yoxluyurdu və hər ildə hesabat verirdi ki, İran 3,67%-ə qədər zənginləşdirməsini davam edir. Amma 2018-ci ildən sonra Amerika Birləşmiş Ştatları bu müqavilədən çıxandan sonra və İran da elan elədi və həm MAQATE-nin əməkdaşlarını buraxmadı, mütəxəssislərini buraxmadı, həm də elan elədi ki, mən uranın zənginləşdirməsini davam etdirəcəm. Nəyə görə? Ona görə ki, Amerika Birləşmiş Ştatları təkcə o müqavilədən çıxmadı axı. Çıxmaqla yanaşı eyni zamanda sanksiyaları və digər məsələləri də İrana təklif etdi. Amma indi İran deyir ki, mən zənginləşdirməni davam edəcəm demir, mən zənginləşdirməni azaldacam deyir. Əmrə bəy, bu nöqtədə Birləşmiş Ştatlar İran üzərində üstünlük əldə edirmi, etmirmi? Eğer elbette şu deklare edilirse özellikle İran yönetiminden tamam kabul ediyorum. Ben nükleer üretim veya zenginleştirilmiş uranyumu kısmi ölçüde askıya aldım veya az üreteceğim dediğin zaman en azından Trump hiç olmazsa bile bu konuda bir zafer elde etmiş olabilir ve bunu da siyasi bir argüman olarak iç kamuoyunda ve tabii ki uluslararası arenada da kullanacaktır. Özellikle Avrupa üzerinde hatta Çin'e de bakın tamam siz beni burada kaybettiğimi sandınız veya ben Orta Doğu'da bir çamura battım ama
en azından İran'ın olmazsa olmaz dediği zenginleştirilmiş uranyum konusunda güçlü bir şekilde ikna ettim. Bu benim için pozdur diyebilir. Hatta bunu İsrail üzerinde de kullanabilir. Bak biz gerekeni yaptık, sen de artık Lübnan'ı saldırma. O bölgede biraz bir sulh sağlansın. Tekrardan enerji hareketlensin, ticaret hareketlensin. Bak biz amacımıza ulaştık deyip bunu bir pazar haline getirebilir. Şunu da söyleyelim. Dün 80. yaşıydı özellikle ABD Başkanı Donald Trump'ın. Bu anlaşma dün açıklanmadı. Bunu İran bilerek yaptı. Hemen ertesi sabah yaptı. Neden? Çünkü doğum günü olarak bunu kutlayacaktı ve bunu bir siyasi koz olarak Trump kullanmaması için bir gün sonraya erteledi. Sembolik tarixə çevrilməsinin qarşısını aldı İran. Kesinlikle. Kesinlikle. Şimdi aslında bu anlaşmayla ilgili 3 tane çok merak edilen bir soru var. Benim şahsen merak ettiğim. Diğer konuklarımız da illaki merak ediyor. Birincisi bu mutabat daha doğrusu zaptı. Neyi amaçlıyor, ne içeriyor? Bununla ilgili hem Amerika'dan farklı bir açıklama geliyor hem de İran'dan. Bir de neyi hedefliyor? Yani 60 günle mi sınırlı kalacak? 60 gün artı herhangi bir kalıcı bir barış unsuru var mı? Bu da yok mutabakat zaptında. Bir de daha fazla çatışmayı önlemek için kim neler yapacak? Yani bu da çok önemli. 3 tane soru var akıllarda. Ben şunu söylüyorum, hani kendi öngörüm olarak ifade edeyim. Bu 60 günlük anlaşma bir yani bir ara. Burada aslında genel çerçevede İran sıkıştı, Amerika sıkıştı, İsrail sıkıştı. Yani taraflar artık sıkıştı. Küresel anlamda da çok büyük baskılar var artık. Amerikalı şirketlerden Trump'a özellikle büyük petrol sahiplerinin bu konuda baskıları da var. Şimdi 60 günde de en azından biz bir piyasayı şöyle bir sakinleştirelim. Her şey bir normale doğru dönsün. Petrol akışları devam etsin. Ticaret bir noktada devam etsin. Bir verin. Esas mesele 60 günde en çok efor bu uranyuma harcanacak. Yani nükleer masada 60 gün hem gözetleme noktası, yani taraflar Hürmüz Boğazı'nda herhangi bir çatışmada olacak mı, olmayacak mı, karşı karşıya gelecek mi? Sözler ne derece tutulacak? Buna ilişkin bir ara, 60 gün ara. Ama genel çerçeveye bakıldığı zaman 61. gün yeniden bir çatışma veya yeniden çok büyük bir savaş çıkar mı? Hayır. Her şey kontrollü devam eder. Yani kontrollü bir güç mücadelesi tekrardan karşımıza gelir. Eğer nükleer konuda 60 gün içerisinde herhangi bir anlaşma olmaz. Bu 60 günlük süre dediğimiz gibi hem küresel anlamda ekonomi ve enerjiyi rahatlatma, diğer noktada da taraflar açısından, taraflar konusunda nükleer zenginleştirilmiş uranyum üretiminin ne olup ne biteceği. Dolayısıyla 60 gün içerisinde her şeyin kısmi olarak da belli olması aşikar. Bunu bu şekilde öngörebiliriz ama burada esas mesele İsrail'in 60 gün içerisinde neler yapabileceği de aslında en çok merak edilen konuların başında. İsrail nələr edə bilər bu 60 günlük müddət içində? Əlim Səməlim. Əlbəttə ki, İsrail məsələsinə biz ayrıca toxunmalıyıq. Bu ayrıca proses və ayrıca müzakirə olunan məsələdir və bildiyimiz qədər danışıqlar prosesinin əvvəlindən İsrail bu prosesə mane olmaq xətti götürüb və zaman-zaman buna da cəhd edir və son hadisələr də məhz İsrailin Livana hücum etməsi üzündən baş verdi və bu günləri Trumpın yoxdur ki, Amerika Birləşmiş Ştatlarının məhz müqavilənin danışıqlar prosesinin yaxşı nəticə verdiyi barədə bəyanatları da İsrailin heç ürəyincə deyil və İsrail sonda əmin oldu ki, Trumpı İranla danışıqlara getməkdən saxlaya bilmədi və belə olanda indi İsrail İrana hücum edə bilərmi, yaxud da ki, İrana hücumla bu müqavilənin, bu danışıqlar prosesinin qarşısını alacaqmı, yoxsa başqa vasitələr var bunun əlində? Təbii ki, İsrailin əlində başqa vasitələr var və bu da ki, əsasən Livan məsələsidir. Bildiyimiz qədər Livan məsələsi İran üçün çox ciddi əhəmiyyət kəsb edir və İran Livan məsələsini də danışıqlar prosesinə daxil edə bilib və baxmayaraq ki, zaman-zaman
Trump da bu barədə fərqli, çeşitli bəyanatlar verir və o cümlədən İsrail də məhz bu Livan məsələsini İranla Amerika Birləşmiş Ştatları arasında gedən danışıq prosesində olmadığını iddia edir. Bütün bunlara baxmayaraq, amma mən hesab edirəm ki, Amerika Birləşmiş Ştatları artıq qəbul edib ki, Livanda sakitlik məhz İranla danışıqlar prosesinin inkişaf etdirilməsinə yardım göstərəcək. Və İsrail bu prosesə mane ola bilərmi? Təbii ki, ola bilər, amma düşünürəm ki, lap elə bir neçə saat bundan qabaq, yaxud da ki, bir gün bundan qabaq, yaxud da ki, danışıqlar prosesi haqqında, danışıqlar prosesinin nəticələndiyi haqqında bəyanatlar çıxandan sonra da İsrail bugün də Beyruta zərbələr endirib. Zərbələr endirib, amma İran buna qarşılıq verməyib. Və görünən odur ki, Amerika Birləşmiş Ştatları İran atəşkəs istəyir əslində, belə başa düşürəm. Amerika Birləşmiş Ştatları ilə İran arasında müəyyən razılıq əldə olunub ki, gəlin hələlik İsrailin Livana hücumuna fokuslanmayaq. Danışıqlar prosesi geçsin, gələcək danışıqlar masasında ya da gələcək adında. O zaman belə bir bəndin razılaşma sənədinə əlavə olunması nə qədər təsirlidir, Əli Musa müəllim? Bu da ciddi sualdır, amma reklam fasiləsindən sonra bu suala cavab verəcəyik. Cəmi 11.200 manata öz mənzilinin açarını əlinə ala bilərsən. Bəli, yeni Sumqayıtda yepyeni mənzillər satışa çıxdı. 2 otaqlı mənzil 11.200 manat ilkin ödənişlə Sumqayıtın mərkəzi Sülh küçəsinə 3 dəqiqəlik məsafədə. Funksional planlanmış mənzillər ev sahiblərini gözləyir. Geniş parkı, yaşıl həyəti olan 7-24 tam təhlükəsiz mühitdə mənzilin olmasını istəyirsənsə, elə indi Ulduz 1544-də zəng edə və ya Kristalın satış ofisinə yaxınlaşa bilərsən. Xiyaralan Weiss Beer Style. Xırdalandan yenili, süzülməmiş buğdan övlü pivə Alman tərzində. Sehr gut. Azərbaycanda hazırlanıb. Xırdalan Weiss Beer Style Alman tərzində pivə. Zamanını maraqlı və əyləncəli keçirmək istəyənlərin nəzərinə ATV Plus kabel televiziyasına qoşulmaqla siz istənilən zövqə və yaş həddinə uyğun 136 seçilmiş xarici və yerli telekanalı izləyə bilərsiniz. Rəqəmsal yayımlanan əyləncə, idman, futbol, xəbər, uşaq və film telekanallarını seyr etməkdən həzz alacaqsınız. Bizə qoşulmaq üçün Bakı və Abşeronun istənilən nöqtəsindən 996 qısa nömrəsinə zəng edib sifariş verin və 24 saat ərzində şəbəkəyə qoşulun. ATV Plus, zamanın nəbzi. Abşeron Mall'da Shopping Fest loteriyası başladı. Alışveriş et, Dipal S09 qazanmaq şansı əldə et. 3 ədəd Sharm el Sheikh tur paketi, iPhone, iPad, skuter və digər hədiyyələr səni gözləyir. 30 sentyabradək hər 50 manat alışverişə bir bilet qazan. Daha çox bilet, daha çox şans. Abşeron Mall'a gəl. Shopping Fest'də qalib ol. Zövqlərimiz fərqli ola bilər. Lakin köpüklü Jacobs Cappuccino bizi birləşdirir. Jacobs, həyatın dadından həzz al. İndi isə hava proqnozuna keçid edin. Willkommen auf unserem Festival. Xiyaralan Weiss Beer Style. Xırdalandan yenili, süzülməmiş buğdan övlü pivə Alman tərzində. Sehr gut. Azərbaycanda hazırlanıb. Xırdalan Weiss Beer Style Alman tərzində pivə. Mən seçimimi dedim. Çəkildi. Buyurun Dilara xanım, tapşırdığınızı aldıq. Teşekkür edirəm. Yormursuz da bizi. Sizdə həmişə bir dublə alınır. Senarini belə oynamaq lazımdır. Amma əsas məsələ öyrənmək deyil ki, əsl sir başqadır. Çünki beynim rahatdır, fikrim başqa yerdə qalmır. İşimə tam fokuslana bilirəm. Bu nəticədir. Əsl səbəbsə sehirli Air-Baby bezləridir. Üzr istəyirəm, sizə zəng var. Ay can, neyinirsən? Heç Nayana, bütün işlərimi görüb bitirmişəm. Nəvən də mışıl-mışıl yatır. Lap 7-ci yuxudadır. Air-Baby uşaq bezləri. 3 nəslin komfortu.
dəniz mənzərəli evinin olması üçün milyonçu olmağın şərt deyil. Sahil Park yaşayış kompleksində 60-70 kvadrat metrdə elə 3 otaq studiya planlaması yaratmışıq ki, həm otaq sayın çox olur, həm də büdcənə qənaət edirsən. Üstəlik mənzillər tam təmirli təhvil verilir. Cəmi 15% ilkin ödənişlə sən də hər sabah dəniz mənzərəsinə oyanıb bulvarda gəzintinin dadını çıxara bilərsən. Sahil Park, sənə uyğun rahatlıq, sənə yaxın dəniz. Ətraflı Ulduz 1544 və ya kristal.az. Xiyaralan Weissbier Style. Xırdalandan yenilik, süzülməmiş buğda növlü pivə Alman tərzində. Sehr gut. Azərbaycanda hazırlanıb. Xırdalan Weissbier Style Alman tərzində pivə. Hisense kondisioner kontaktda düz 450 manat endirimlə 549 manat 99 qəpiyə düşdü. Endirimli qiyməti 12 aya komissiyasız, faizsiz və ilkin ödənişsiz böl. Ayda 45 manat 83 qəpik ödəyərək əldə et. İyunun 12-sindən 15-nə kimi istədiyin məhsulu tam 70%-ədək endirimlə al. Ətraflı kontakt.az. Ənənə nəsildən nəslə ötürülən bir hədiyyədir. Və hər yeni nəsil ona yeni nəfəs verir. Yeni bir səhifə. Cəsarətli bir dönüş. Daha parlaq bir rəng. Özünə məxsus bir dad. Köhnə məhz belə yenilənir. Mədəniyyət məhz belə yaşayır. Azərbaycan ruhundan ilhamlanan bir mix. Bayğırdalan. Ənənə remixləndi. Alergiya sizi narahat edir? Otrivin 2 dəqiqəyə burnu açır, 12 saata qədər təsir edir. Otrivinlə rahat nəfəs alın. Davam edirik. Əlimsa, mən belə başa düşdüm ki, İsrail, daha doğrusu Birləşmiş Ştatlar və İran İsraili bypass edib. İsrail bundan sonra hansı addımlar ata bilər və bu razılaşmanı poza bilərmi? Əlbəttə ki, artıq İranla Amerika Birləşmiş Ştatları arasında razılaşmanı İsrailin poza bilməyəcəyi İsraildə məlumdur. Yəni Netanyahu bilir ki, artıq biz bu anlaşmanı poza bilməyəcəyik. Amma İsrailin cəhdləri, təşəbbüsləri, yaxud da ki, atdığı addımlar müəyyən qədər xələl gətirə bilər. Və heç də təsadüfi deyir ki, biz mütəmadi olaraq Trumpın, İsrailin baş naziri Netanyahu onu danlaması, ona yol göstərməsi, hətta bütün siyasi mütəxəssislərin qarşısında və dünya qarşısında deməsi ki, mən nə dedim, Netanyahu onu edəcək. Yəni, bu o mənadadır ki, Netanyahu mənə tabi olan adamdır. Tabi olacaqmı? Tabi olacaqmı? Bu gələcəyin söhbəti və mən hesab edirəm ki, burada yəni bir mənalı şəkildə Netanyahu yaxud da İsrail İrana bir daha hücum eləməyəcək. Hücum eləməyəcək. Nəyə görə hücum eləməyəcək? Ona görə ki, İrana hücum eləyərsə Netanyahu və İran tərəfindən ciddi hücuma məruz qalacaq və mən düşünmürəm ki, və Amerika Birləşmiş Ştatları da bu hücumun yanında İsrail ilə birgə olmayacaq. Və belə olan surətdə Amerika Birləşmiş Ştatları məhz İsraili əvvəlkilər kimi İranın hücumundan ya raket zərbəsindən müdafiə etməyəcək. Və məhz bu təhlükə İsraili İrana hücumdan saxlayacaq. Amma İsrailin əlində başqa vasitələr də var təsir etmək üçün. Hizbullah, Livan kartı. Bu vasitələrdən biri Hizbullahdır və Livana hücumdur və Beyruta hücumdur. Hizbullah yaxud da ki, Livana hücum mütəmadi olaraq İsrail edirdi və Amerika Birləşmiş Ştatları da buna bəzən yaşıl işıq yandırırdı, bəzən icazə verirdi. Amma Beyruta hücum etmək məsələsi bu günləri Amerika Birləşmiş Ştatlarının qarşısında ciddi dayanıb və Netanyahunun qarşısında ciddi qoyub. Və mən düşünürəm ki, bu günləri əgər İsrail Amerika Birləşmiş Ştatları ilə İran arasında bu razılaşmanı pozmağa cəhd edərsə, məhz Livandan başlamalıdır. Livandakı hücumu genişləndirməlidir, Beyruta raket zərbələrini artırmalıdır və s. və s. Və qeyd olunduğu kimi, təxminən bir gün bundan əvvəl və məhz Amerika Birləşmiş Ştatlarının prezidenti İranla razılaşmanın əldə olunmasını bəyan etdikdən sonra
İsrail yenə də Beyrut'a hücum edib. Amma maraqlıdır ki, İran bu hücuma cavab vermədi və bu hücumla bağlı İsrailə xəbərdarlıq etmədi ya da hücum etmədi. Və hansı nəticəyə gələ bilərik? Mən hesab edirəm ki, İran Livan məsələsini gündəliyə salıb. Amma Amerika Birləşmiş Ştatlarının İsraili məcbur etməkdə bu və digər formada çətinlik çəkdiyini gördükdə razılaşma olub ki, hələlik bu məsələni ciddi biz müzakirə eləmək. Yəni, danışıqlar başlasın, amma növbəti mərhələlərdə biz Livanı da ortalığa çıxardarıq və hətta Husiləri də ortalığa çıxarıq. Yəni, İsrailin Livana hücumu, Beyrut'a hücumunun qarşısını almaq istiqamətində addımlar atılacaq. Və mən hesab edirəm ki, İran bundan sonra İsrailin Livana hücumları qarşısında İsrailə hücum eləməyəcək. Sadəcə Amerika Birləşmiş Ştatlarına təzyiq edəcək, təsir edəcək ki, İsrailin bu hücumdan qarşısını almaq üçün ona təzyiq göstərsin. Və biz bu təzyiqin artıq mövcud olduğunu görürük. Və dəfələrlə qeyd etdiyim kimi, Amerika Birləşmiş Ştatları baxmayaraq ki, İsraili müdafiə edir və zaman-zaman Livanın yaxud da ki, Hizbullahın İsrail hücumlarını pisləyir və İsrailin hücumunu məhz Livanın yaxud da ki, Hizbullahın ona olan hücumlarının cavabı kimi qiymətləndirir. Amma zaman keçdikdə, danışıqlar prosesi getdikcə mən düşünürəm ki, İsrail həm Livana hücumlarının saxlayacaq və həm də gələcək danışıqlarda bu günləri az qala Livanın yarısını işğal edib. Yəni, Birləşmiş Ştatların İsrail üzərində tətbiq elədiyi təzyiqə İsrail boyun əyəcək. Siz inanırsınız buna? Çünki Netanyahunu çağırış edirlər, elə İsrail Katsın özü də müdafiə nazirə, biz sənin arxandayıq, nə istəyirsən et. Bu suala sizin verilişə başlayanda qeyd elədiyiniz bir məsələ ilə cavab vermək istəyirəm. İsrailin qisası ilə bağlı bir maddə salınmaq istənilirdi bu mümkün razılaşmaya və sonda bu maddə çıxarıldı. Mənə elə gəlir ki, o maddəni ora salmaq istəyən elə İsrail lobbisidir. Çünki İsrail sadəcə dövlətdən ibarət deyil. Çünki bu dövlətin qurulmasına vəsilə olan böyük bir lobbi hərəkatı var və o hərəkat bu gün də Amerikada, Avropada, elə müəyyən qədər Rusiyada indi Çinə nüfuz etməyə çalışırlar. Yəni, çox geniş bir şəbəkəyə malikdir. Və həmin lobbi mən düşünmürəm ki, Amerika dövlətinə onun yaxın şərqdəki əsas, mən deyərdim ki, tək müttəfiqini, çünki ərəblərə o qədər güvənmir Amerika dövləti. Fikir verdinizsə, İranın zərbələrindən bütün gücünü İsraili qorumaq üçün istifadə etdi, amma ərəb dövlətlərinin qorunmasına İsrail qədər xüsusi yanaşmadı. Çünki Amerika Birləşmiş Ştatları özü də anlayır ki, İsrailin yaxın şərqdə böyük dövlət olması üçün Amerikadan başqa alternativi yoxdur. Amerikanın da yaxın şərqdə öz təsirini qoruyub saxlamaq üçün müttəfiq simasında İsraildən başqa güvənəcəyi tərəfdaşı yoxdur. Gəlin ABŞ və İsrail bağlarından biraz sonra danışaq. Biz Emrə bəylə sağollaşmalıyıq, o artıq bizdən ayrılmalıdır. Təşəkkür edirəm Emrə bəy sizə də bizim suallarımızı ətraflı şərh etdiniz. Sağ olun. Bir dakika eğer müsaade verecek olursanız, söz vermek isterseniz şunu da ifade edelim ve veda edelim sizlere. Şimdi Amerika Birleşik Devletleri'nin orada olmasını istediği için İsrail, yani Orta Doğu'da olmasını istediği için aslında İran'la bir anlaşma da istemiyor. Bu en önemli sebeplerden bir tanesi. İkincisi, önümüzdeki günlerde Donald Trump bu konuyu çözmek için Körfez ülkelerine Abraham Anlaşması'nı dayatacak. Bunu bekliyoruz. Yani Abraham Anlaşması'nı imzalayın. Ondan sonra ben de buradan çekilip gideyim. Yani bu işi bir garantiye alalım. Yani İsrail'e bir şey yapmayın tarzında bir dayatma gibi bir çağrı tekrardan yapabilir. Yani Abraham Anlaşması'yla garanti altına alıp Orta Doğu'dan artık ayrılma politikasına doğru da geçebilir. Bunu da ifade edelim diyelim. Mutlu akşamlar dilerim. Təşəkkürlər Əmrə bəy, minnətdaram. Buyurun, siz fikrinizə qaldığımız yerdən davam edin. İndi burada İsrail dövlətinin təbii narahat olduğu xüsusi məqamlar ortaya çıxacaq. Əlbəttə, Amerika Birləşmiş Ştatları super gücdür. O, dünya siyasətinə sadəcə yaxın şərqdən baxmır. O, Şərqi Avropadan da baxır, Sakit Okeandan da baxır. Son günlər Amerika ordusunun Avropadan, ki Trump administrasiyası artıq Avropa ilə münasibətlərə əvvəlki qədər önəm vermir, Avropadan Sakit Okean hövzəsinə doğru daşındığını görməkdəyik. Bu da Çinlə Tayvan məsələsi üzərində müəyyən bir krizə hazırlıq və ya Çini çəkindirmə vasitəsi kimi atılan addım kimi dəyərləndirilə bilər. Amma İsrail üçün
dünya siyasəti hazırda böyük dövlət olana qədər, yəni çox böyük dövlət olana qədər sadəcə yaxın şərqdən ibarətdir. Ona görə də İsrail bu gün məsələyə Amerikanın maraqlarından yanaşmayacaq. Amerika necə yanaşır? Mən bütün gücümü yaxın şərqdə İrana sərf edə bilmərəm. Əgər Amerika bütün gücünü sərf etsəydi, əlbəttə ki, İran çox biabırçı şəkildə məğlub olacaqdı. Amma Amerika Birləşmiş Ştatları da hesablayır ki, bütün gücünü yaxın şərqdə istifadə etsə, Şərqi Avropada Rusiyaya uduzacaq, Sakit Okeanda Çinə uduzacaq, Latin Amerikasını itirə bilər, Braziliya hazır vəziyyətdə gözləyir, Amerikanın büdrəməsini istəyir. Bax, ona görə də indi İsrail lobbisi, İsrail dövləti də əl-ələ ola bilər ki, Amerika Birləşmiş Ştatlarına şərt qoyarlar. Eybi yoxdur, biz Livana da hücum etmirik, İsrailə də hücum etmirik. Amma bir şərtlə, sən buradan çıxacaqsansa və ya İranla sülh müqaviləsi imzalayacaqsansa, bizə elə bir təhlükəsizlik qarantiyası qur ver ki, biz Fars diplomatiyasından asılı vəziyyətdə qalmayaq. Maraqlıdır. Necə bir təhlükəsizlik qarantiyası verə bilər Əli-Musa müəllim? Necədir? Mən indiki halda düşünmürəm. Amerika Birləşmiş Ştatlarının Əmrə bəy dediyi, Amerika Birləşmiş Ştatlarının yaxın şərqdən uzaqlaşmasını düşünmürəm. Və Həşim bəy də Böyük İsrail məsələsindən danışdı və Böyük İsrailin yaradılması, yaxud da ki, İsrailin cəhdləri Amerika Birləşmiş Ştatlarının əleyhinə yönəlmiş kimi görünür. Və bu günləri İsrailin böyüməsi, yaxud da ki, İsrailin yaxın şərqdəki iddiaları təkcə İranla toqquşmur, Türkiyə ilə toqquşmur, eyni zamanda Amerika Birləşmiş Ştatları ilə toqquşur. Bugün İsrailin həm ərəb ölkələrlə münasibətlə, həm İranın dağılmasına cəhd etməsi və s. bütün bunlar hamısı təkcə region üçün deyil, Amerika Birləşmiş Ştatlarının özü üçün təhlükəlidir. Və mən verilişimizin əvvəlində misal çəkdim. Birləşmiş Ərəb Əmirlikləri İsrail ilə təhlükəsizlik faktı bağlayır. Amerika Birləşmiş Ştatlarının yanından keçərək, yaxud da ki, Amerika Birləşmiş Ştatları ilə əvvəlki münasibətlərinin üstünə xətt çəkərək İsrail ilə yaxınlaşır. Və Amerika Birləşmiş Ştatları bu münasibətlərdən heç də razı deyil və Amerika Birləşmiş Ştatları heç zaman İsrailin ona hazırlanmış, onun üçün... İsrail Birləşmiş Ərəb Əmirliyinə nə verə bilər ki, ABC-dən uzaqlaşıb İsraillə yaxınlaşır? Bəs ona soruşmaq lazımdır, Birləşmiş Ərəb Əmirliklərindən soruşmaq lazımdır ki, nə verə? Güya ki, Amerika Birləşmiş Ştatlarının Birləşmiş Ərəb Əmirliklərinə verə bilmədiyi təhlükəsizlik zəmanətini İsrail verə bilər. Başı Livanda qarışmış, Qəzzada qarışmış İsrail. Bu o demək deyil ki, İsrail verə bilər, verə bilməz. Bu o demək ki, İsrail öz başından hündür tullanmağa cəhd edir və bu yaxın şərq ölkələrlə Amerika Birləşmiş Ştatlarını sanki sıxışdırıb çıxarmağa cəhd edir və bütün bunlar Amerika Birləşmiş Ştatlarının xoşuna gəlmir və Amerika Birləşmiş Ştatları məhz İsrailin daha ciddi addımlar atmasının marağında deyil və bu günləri məhz Amerika Birləşmiş Ştatları ilə İsrailin İrana münasibətdə yarandığı fərqlər də bunu göstərir. Yəni, İsrail nə istəyirdi İrandan, İranla münasibətdə nə istəyirdi və nəyə nail ola bilmədi? Amerika Birləşmiş Ştatları nəyi istəyirdi və nəyə nail ola bilmədi? İsrail ümumiyyətlə İranı parçalamaq, dağıtmaq, hissələrə bölmək istəyirdi. İsraildə Suriya tipli bir dövlət yaratmaq, İraqdakı olan vəziyyəti İranın başına gətirmək İsrailin məqsədi. Amma Amerika Birləşmiş Ştatları bunu istəyirmi? Amerika Birləşmiş Ştatlarının İranı tamamilə dağıtmaqdan xilas etməsi və biz gördük ki, həqiqətən Amerika Birləşmiş Ştatları İranı xilas etdi bu danışıqlarla. Bu danışıqlarla ya da bu müzakirələrlə. İranı xilas etməsi nəyi göstərir? Onu göstərir ki, Amerika Birləşmiş Ştatları İranla bu vaxta qədər, yəni 79-cu ildən bu vaxta qədər saxladığı münasibətlər səviyyəsində münasibətlər saxlamaqdan maraqlıdır. Bu münasibətlər nə idi? Bu münasibətlər 79-cu ildən bəri Amerika Birləşmiş Ştatları və məhz İran təhlükəsindən istifadə edərək yaxın şərq ölkələrini öz nəzarəti ətrafında saxlayıb. Buna müvəffəq olacaqmı Həşim bəy? Mən düşünürəm ki, buna müəyyən qədər müvəffəq olmayacaq artıq, amma istənilən halda İranı əldən buraxmaq, parçalamaq da istəmir. Mən sualınıza cavab verəcəm, amma öncə bir məsələyə toxunmaq istərdim. Əli-Musa müəllimin az öncə qeyd elədiyi bir məsələ vardı ki, Birləşmiş Ərəb Əmirlikləri 12 milyard dollar İrana ödəməni özlərinə götürüb, 3 milyardını artıq ödəyib. Bu əslində bir hədiyyə deyildi. Bu İranın xaricdə olan aktivlərdir ki, dondurulmuşdu
bir qismi Avropadadır. Səhv etmirəmsə Qətər də 12 milyard dollar qaytarmağı nəzərdən keçirib. Birləşmiş Ərəb Əmirlikləri bunu ortaq şəkildə həyata keçirəcəklər. Bu əslində İranın təbii ki, öz cibindən şərait vermir bunları. Sadəcə keçməsinə şərait yaradır. Bəli, o dondurulmuş hesablarının İrana geri qaytarılması məsələsidir və bunu niyə eləyir Birləşmiş Ərəb Əmirlikləri? Burada Əli Musa müəllimlə razı deyiləm. O nöqtədə ki, Birləşmiş Ərəb Əmirlikləri bundan sonra İsrail xəttini yox, İranla münasibətləri qaydaya qoymaq xəttini tutacaq. Amma nə vaxt tutacaq? Nə vaxt tutacaq? Nə vaxt tutacaq? Yox, nə vaxt tutacaq? Artıq gördük ki, İsrail o lazım olan səviyyədə ona yardım edə bilmir də. Ona görə deyirəm. Bundan sonra artıq onlar İsrail yox, heç mən demədim ki və davamlı olaraq o xətti tutacaq. Mən onu fikirdə deyirəm. Sadəcə deyirəm ki, Amerika Birləşmiş Ştatları niyyətləri oldu, yaxınlaşdı və sadəcə gördük ki, siz də qeyd etdiyiniz kimi gördük ki, lazım olan səviyyədə İsrail də təmin edə bilmir onu. Birləşmiş Ərəb Əmirlikləri İsraildən ən yaxşı halda özünü müdafiə üçün dəmir qübbələri ala bilərdi ki, həmin dəmir qübbələr İran raketlərini heç tamlıqla özü saxlaya bilmədi. Yəni İsrailin öz müdafiəsi amma alıb artıq var. Birləşmiş Ərəb Əmirliklərində var o dəmir qübbələr və İsrail qoşunları da var Birləşmiş Ərəb Əmirliklərində. Onu idarələmək üçün. Və bu yaxınlaş baxaq, effektiv deyil və bunu yoxladı, dənədi də türkcə demişə yoxladı və gördü ki, bu lazım olan səviyyədə ona ehtiyaclarını ödənmədi. Bundan sonra bilirsiniz necədir? İranla münasibətlər yaratmaq Səudiyyə Ərəbistanı üçün ya da Birləşmiş Ərəb Əmirlikləri üçün xüsusilə düşmənlə müqavilə bağlamaq kimi bir şeydir. Görün, Birləşmiş Ərəb Əmirlikləri hansı vəziyyətdə düşüb ki, İranla, hansı ki iddia edir ki, mənim 3 adam İrandadır və onların ərazi problemləri var. Birləşmiş Ərəb Əmirlikləri məcburiyyət qarşısında qalıb İranla müqavilə yaratmağa məcburdur. İsraili yoxlayandan sonra, Amerika Birləşmiş Ştatlarını yoxlayandan sonra qayıdıb təzədən İrana. Vaxtımız çox qısadır, Əli Musa müəllim. Yekunlaşdırsın fikrini. Sizin sualınızı... Çox qısa yekunlaşdırın. Əli Musa müəllimə argumentinizi bildirirdiniz. Birləşmiş Ərəb Əmirliyi və İsrail məsələsinə toxundunuz ki, onlar heç zaman yaxın əlaqələr qura bilməzlər. Nəyə görə? Çünki İsrailin, Amerikanın dünyanı tək idarə elədiyi tək qütüblü dünya sistemində İsrail üçün yaxın şərqdə ideal vəziyyət formalaşdıra bilməyibsə, bundan sonra o vəziyyəti heç formalaşdıra bilməz. Çünki Rusiya Avropaya doğru irəliləməkdədir, artıq Finlandiyanı təhdid edirlər, Rumuniyaya pualar binanı vurdular, bir NATO ölkəsini vurdu, Çin artıq ordusunu Sakit Okeana toplayır. Sabah birisi gün Tayvan ətrafında yeni bir münaqişə ocağı yarana bilər və Amerikanın bundan sonra qüvvələri məcburi şəkildə parçalanacaq və Amerika tək qütüblü dünya sistemində olduğu kimi rahat istədiyi yerdə istədiyi ölkələrlə münasibətlər qura bilməyəcək. Ona görə də bənin bundan sonraki seçimi mənə elə gəlir ki, İranla düşmən münasibətləri tam aradan qaldırmaq mümkün olmayacaq əlbəttə. Heç olmasa neytrallaşdırmaq ki, İrandan yeni zərbələr alınır. Onda pul vermək məqsədi. İndi biz bu müzakirəni əlbəttə irəlidəki günlərdə, vaxtlarda da müzakirə edərik, danışarıq bu mövzular ətrafında. Maraqlı xeyli məqamlar var əslində. Cümə günü indi tərəflər arasında bir razılaşma sənədinin imzalanacağı deyilir 19 iyun tarixində. Niyə məhz cümə günü seçilib? Bu da maraq doğuran suallardan biridir. Razılaşma İsveçrədə əldə olunacaq, danışıqlar Pakistanda aparılırdı. Necə oldu ki, proses Avropaya daşındı? Bu da maraqlı suallardır. Əlbəttə, bu suallar ətrafında da müzakirələrimiz olacaq. Siz Baku TV-ni izləməyə davam edin. Növbəti buraxılışlarda görüşənədək.